Azərbaycanın və Türkiyənin bayrağıdır. Mən ilk dəfə də oluram və dediyim kimi Əbülfəz Elçi bəyin doğulub boya başa çatdığı və hakimiyyətdən devrildikdən sonra yaşadığı, uzun müddət yaşadığı, bir neçə il ərzində yaşadığı, bax bu ev. İlk dəfədir gəlirəm. Yəqin ki, ayağımızı soyunub keçməliyik. Deməli, keçək mənə maraqlıdır. Kəramət olub burada, amma mən ilk dəfədir dostlar bu evə gəlirəm. Olub deyəndə dünən gəlmişəm. Dünən gəlmişsən. Elçi bəyin yəqin ki, kostyumları da əminəm ki, dəsmallar onundur, yəqin ki, hər şey ona məxsusdur. Eşitmişdim, bir qiyabi, belə deyək, görmüşdüm, amma indi ilk dəfə əyani görmüş olacağıq. Ayaqqabısına var. Ayaqqabılarına, krasovkalarına qədər buradadır. Paltarları, qalstukları və belə bir... Yəni, bilirsinizmi, adam həqiqətən, bilmirəm, mən biraz xeyli həyəcanlandım. Niyə? Yəni, bir ölkənin başında duran, bir il ərzində bu ölkədə deməli, prezident olmuş adam belə balaca bir otağa səndimə sığışa bilibmiş. Bir yazıcı kimi, yəqin ki, mən əgər bir jurnalist kimi təsirlənirəmsə, sən qələm adamı, yazar olaraq daha çox məncə təsirlənməlisən. Daxili, məsəl üçün, elə adamlar var ki, məsələn, görürsən ki, üstü başdan ayağa qızıl zinət əşyalarıdır. Çünki o daxili boşluğunu xaricdə nə ilənsə kompensasiya eləmək istəyir də. Məsəl üçün, evi yekə olsun. O daxili boşluğu o çöldə doldurmaq istəyir. Maşını yekə olsun. Daxili dünyası, öz daxili dünyası olan adamlar həmişə balaca evlərdə xoşbəxt olurlar. Yəni, o Elçi bəy də elə bir adam idi. Yəni, onun evi belə olmalıydı da. Belə olmalıydı. Və yaxşı, belə olmasaydı, biz buranı gəlib ziyarətdə eləmək maraqlı olmayacaqdı bizim üçün. Həyəcanlı olmayacaqdı axı. Həqiqətən də. Yəni, biz o el olmasaydı, biz o çəkməyə baxıb həyəcanlanmayacaqdıq ki. Kitabları, öz Elçi bəy həqiqətən də... 10.000 manatlıq çəkmə adamı həyəcanlandırır. İndi gəlib bəlkə də qiyməti 10 manat, 15 manat, amma baxanda həyəcanlanırsan. Çünki dəyəri var artıq o. İnsan, siz öz xarici görkəmini də, öz yerişini də, saqqalını da, bığını da, ayaqqabısını da, hər şeyinə öz içinin rəngini qatır deyin, onu o cür legitimləşdirir də. Elə bilirsən ki, ən gözəl ayaqqabı elə olmalıdır. Elə bilirsən ki, o belə durub belə siqaret çəkəndə fikirləşsən ki, böyük adamlar siqareti belə çəkirlər. Çünki səndə o şeyi yaradır da, o təəssüratı yaradır səndə. Elçi bəy də elə insanlardan biri idi.